Sabahınız xeyirli olsun. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Aray Kartunya və digərlərinin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesində növbəti iclas başlayacaq. Hazırda həmin iclasla bağlı hazırlıq işləri aparılır və qeyd edək ki, ilkin məlumatlara görə bugünkü iclasda tərəflər replika ilə çıxış edəcək. Bundan əvvəlki məhkəmə iclasında əvvəlcə ittihamı müdafiə edən prokurorlar çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirərək məhkəmədən onlara müvafiq cəzaların verilməsini xahiş etmişdilər. Növbəti mərhələdə isə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış edərək müxtəlif arqumentlər səsləndirdilər və məhkəmədən təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdilər. Hazırki mərhələdə isə prosesə uyğun olaraq tərəflər replika ilə, yəni cavab nitqi ilə çıxış edəcəklər bugünkü məhkəmə iclasında və bundan sonraki mərhələdə isə prosesə uyğun olaraq qarşıdakı iclaslarda təqsirləndirilən şəxslərə son söz veriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinirlər. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittihamlar irəli sürülür. Məhkəmə prosesi açıq keçirilir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.